Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomuzda sizlere hem hündüşkalarımızın son vəziyyəti haqqında məlumat vereceğim. Hem hündüşkalar niye geç yumurtayır, onun sebepleri hakkında danışaq. Hem hündüşkalarda yumurta sağlamlığı, yani sağlam yumurta almaq üçün nə etmək lazımdır, ondan danışım istəyirəm. Hündüşkalarımız da oradadır. İndi gedəcəyik. Bu 40 ördəyimizdir. Durub ayağa çimir özü üçün. Normaldır bu ördəklərin belə durub çimməyi. Demək dostlar, bugün video çekmeyi düşünmürdüm çünkü güçlü külək var. Ama düşündüm artık bugün de video paylaşmasam izleyiciler beni öldürəcək. Küləyin səsi bilirəm çox gələcək, ama idarə edin çünkü paylaşmasam bilirəm ki siz xoşlamayacaqsınız bu vəziyyəti. Demək dostlar, hündüşkalarımız buradadılar. Elimde de 2 dənə hündüşka yumurtası var. Son haber olarak size onu diyeyim ki, ağ hündüşkamız, yani en koca hündüşkamız da artık yumurtaya başladı. Səhv etmirəmsə o 8 yaşının içindədir. Səhv etmirəmsə deyəndə elədir. Çünkü onu biz almışdıq, yani 3 yaşında almışdıq. 2000 səhv etmirəmsə 22-ci ildə. Hələ də bizdədir. Hündüşkalarda istəyirəm sizlərə nə deyim? Fərə hündüşkamızın qırt yatmağından danışım. Fərə hündüşkamız bilirsiniz ki, qırt yatmışdı əslində. Amma yatırmadı. Biz onu oyatdıq. Yəqin ki, çölə attığımız üçün də yumurtaya davam edir hündüşkamız. Hələ də bugün də yumurtayır. Bu yumurtanı o yumurtayır. Bugün də hələ. Demək, qırt yatdığını düşündüyümüz gün 10 yumurtası var idi. İndi artıq demək istədiyimdə sizə 13 dənə yumurta yumurtayıb. Yəni 3 dənəsində yumurtamağa davam edib. Hələ bu gedişlə mən elə görürüm ki, bu deyəsən yenə də yumurtayacaq, elə görürüm. Çünki bugün də bu yumurtanı yumurtadır hələ. Demək, bu ana quşumuzda nəsə bir büzürəlik var. Mən biraz bundan şübhələndim. Buna baxın, bəlkə də xəstələnə bilər. Qara yumurtayan ana quşumuzdur. Ağ yumurtamızda bugün 2 yumurtasının quşumuzda bugün 2 yumurtasının yumurtadır. Baxın belə. Əslində uşaqlar, bu çox iri yumurtaydı o quşumuz, amma artıq yaşlanıb da. Çünki elə bir siz düşünün, 7-ci dəfədir o 7-ci ildə yumurta verir. Yəni 8 yaşın içindədir. 7-ci ildə artıq yumurta verir. Çox qocalıb. Yəni gərək bu il saxlamayaydım, amma saxladım çünki çox sakit və yaxşı yumurta verdiyi üçün saxladım. Yəni yaxşı yumurta dediyim çox yumurta yox ha. İri, qəşəng yumurtalar yumurtayırdı. Qəşəng də balalar çıxırdı. Ona görə də onu saxladım. Amma gərək saxlamayaydım. Biraz ayağı da axsaqdı. Yumurtasını da görürsünüz. İlk yumurtasıdır uşaqlar. Yumurtasının çili azdır. Özü də yumurtası balacadır. Fərə quşun yumurtası boyda demək olur, yumurta. Amma normalda o ən iri yumurtayan yumurta olurdu. Məsələn, qaz saxladığım dövrlərdə qaz yumurtası boyda yumurtaydı. Çünki qaz yumurtasına yan-yana qoyurdum. Gördüm ki, qaz yumurtası boyda yumurta verib də. Amma bu illəri yəqin ki, yaşından dolayı artıq çox balaca yumurta verib. Hündüşka yumurtasının, yəni hündüşka quşunuzun sağlam olduğunu, sağlam sizə yumurta verdiğini hardan bilə bilərsiniz? Yumurtanın üstündeki çillərdən bilə bilərsiniz. Yumurtanın üstündə çil nə qədər çoxdursa, hündüşkanız bir o qədər sağlamdır və bir o qədər sizə sağlam yumurta verib. Deyirsiniz ki, yumurtasının çili nəyə az ola bilər? Məsələn, sonuncu yumurtalarında az ola bilər. Bu hündüşkanın, fərə hündüşkamızın yumurtasının çilini görürsünüz nə qədər azdır. Biraz da telefonum odaklanmır. Yəni hündüşkamızın əgər sonuncu yumurtalardırsa, yumurtada çilinin az olmağı çox normaldır. Amma bu hündüşkamız məsələn birinci yumurtasına baxmayaraq çilli az yumurtayıb. Bu da mən onu yaşından əlaqələndirirəm. Çünki hündüşkada bir xəstəlik yoxdur. Əgər hündüşkanız sırf ağ yumurta yumurtayıbsa, ya xəstədir, ya kalsiyumu çatmır. Kalsiyumu çatmayanda da, yəni ağ yumurta yumurtayanda, qabığı nazik yumurta yumurtayanda, hündüşkanız əgər ləvərə atıbsa, biz burada öz ləhcəmizdə ləvərə deyirik. Yəni qabıqsız yumurta yumurtayıbsa, ya xəstədir, ya da kalsiyumu çatmır. Kalsiyumu tamamlamaq üçün nə edə bilərik? Uşaqlar, yumurta qabığı verə bilərsiniz. Evdə istifadə etdiyiniz yumurtaların qabığını atmayın, baxın elə verə bilərsiniz ona. Daha sonra qum, çınqıl, daş, bu kimi şeylərdə də kalsiyum əldə edə bilirlər. Bu kimi şeylər yedirdə bilərsiniz. Daha sonra dədə-babalarımızdan düyü eşitmişdik. Düyü də yedizdirəndə yumurtanın qabığı qalın olur. Yəni bunu dədə-babalardan eşitmişəm mən, çox da sınamadığım bir üsuldur. Amma yumurta qabığıdır, qum çınqıldır, daşdır. Sonra bu balıq qulağı qırıntıları ən çox kalsiyum əldə edə biləcəklər şeylərdəndir. Baxın, ondan da verib istifadə edə bilərsiniz. Küləyin səsi bilirəm sizi indi 100% narahat edir. Üzürlü sayın, yəni güclü küləkdə edəcəyim bir şey yoxdur.
Dediyim kimi bu tip şeylərlə hündüşkanın yumurtasını qalınlaşdıra bilərsiniz. Məsələn belə çili az yumurtayırsa demək ki hündüşkada da nəsə problem var. Əgər hər hansı bir xəstəlik yoxsa, yəni qarnı ağrımır, başqa bir şey yoxdursa, demək kalsium çatışmamazlığıdır. Bunu da bu tip şeylərlə həll edə bilərsiniz. Erkək hündüşkanımızı soruşursunuz ki, niyə kəsmirsən Ayxan? Erkək hündüşkanı bir ara saxlamağa fikirləşdim uşaqlar. Çünki bu hündüşkanımızın artıq 4-cü ilidir, səhv eləmirəmsə. İstəyirəm bunu gələni dəyişəm. Amma gördüm ki, bu elə də payıza çıxan hündüşka olduğu üçün elə də iri deyil. Dünənləri çəkdim bu hündüşkanı. 5 kilo 300 qramdır. Bu da mənim üçün 6 düzdür 7 ayın içindədir hələ olur. Yəni 8 ayında hardasa mən 7 kilo yarım, 8 kilo gəlməyən erkək quşu damazlıq olaraq saxlamıram qətiyyən. O da 8 ayına kimi düşünmürəm artıq 7 kilo yarım falan olar. O qədər artmaz. 5 kilo 300 neçə qram idi dünənləri çəkdiyim. Onu da kəsəcəm indi bir günə lazım olanda kəsəcəm. Digər hündüşkalarımızın vəziyyəti budur. Bir dənə yumurtamayan o hündüşkamız qaldı. O da ki uşaqlar bir neçə günə yumurtaya 100% ki düşəcək. Niyə onu da sizə deyim. Hündüşkalar yumurtamağa başlamamışdan 1-2 gün əvvəl girirlər məsəl üçün yuvalara, samanı götürüb o tərə atırlar, yuvanı eşirlər. O da dünəndən 2 gündən qabaq, dünəndən gördük ki artıq yuvaya girib o cür hərəkətlər edir. Onunla bildirdim ki 100% ki o da sabahı birisi günü yumurtayacaq. Yəni bunu da sizə demiş olum. Fərə quşumuz qırtdır uşaqlar. Yumurtlayır, durmaq istəmir amma özümüz duruzuruq. Bugün də yenə yumurtadır. Yəni məncə sonuncu yumurtası da ola bilər. Yumurtamağa davam da edə bilər. Artıq ondan bir baş açmadım. Yəqin ki qoymuruq yatmağa, çöl atırıq deyini hələ də yumurtamağa davam edir, amma bu cür çox getməz. Yəni ki yatacaq o da. Çox o qədər yumurtaya bilməz artıq o da. Yəni amma hələ ki yumurtadır. Yəni bugün də sonuncu yumurtasını yumurtayıb. O hündüşkamızda 100% nəsə var uşaqlar. O hündüşkamız xəstədir. 100% nəsə var hündüşkamızda. Yumurtayan hündüşkamız idi, o xəstələnib artıq 100%. Gələk dərman atım. Görürsünüz onun hərəkətləri. Ona ya dərman atım. Ya yumurtası için də partlayıb eləyib. Ona da gələk diqqətlə baxın. Ya da ki o xəstələnib. O hündüşkada artıq nəsə var. Ona da baxmaq lazımdır. Belə dostlar, bunlar haqqında çox bir şey danışmağa ehtiyac yoxdur. Yumurta sağlamlığı ilə danışdım. Videonun əvvəlində sizə niyə gec yumurtayır bununla bağlı demişdim. Uşaqlar, bu illəri ümumi iqlimdən də çox şey asılıdır. Çünki bu illəri bir çox insanda hündüşkalarda gec yumurtama olub. Yəni deyim ki, immunli səbəbini də bilirəm. Yox, hündüşkalarda gec yumurtamanın səbəbi nə ola bilər? Stres ola bilər, iqlim ola bilər. Məsəl üçün mən bu illəri bizdə hündüşkanın gec yumurtamasının səbəbini onda görürəm ki, havalar gah çox isindir uşaqlar. Fevral ayının əvvəllərində 20 dərəcə isti olurdu. Sonra qəfildən havanın temperaturu düşdü mənfi dərəcələrə və qar yağdı. Yəni bunlar cütləşəndə 20 dərəcə isti vardı. Daha sonra mənfiyə düşüb qar yağdı. Yəni bu da heyvan da tam anlaşa bilmir də. Başa düşdün o tip şeylər. Yəni gec yumurtamasının səbəbi iqlimdən ola bilər, stressdən ola bilər, yemdən ola bilər. Verdiyiniz yem, məsələn az yem verərsiniz, ondan ola bilər. İndi bizdə yemdən deyildi, yemi normal verirdim. Çünki cütləşmişdilərdi. Niyə cütləşəndən sonra gecikdirdi? Mən bunu ya stres səbəbi ola bilər, ya da hava temperaturu səbəbi ola bilər. Stres də mən bu heyvanlara bir şey yaşatmamışam. O da yəni geriyə tek bir şey qalır. Havanın temperaturunun, bunların gecikmələri. Yəni hava bir qızır, bir aşağı düşür. Heyvan anlaşa bilmir. Yəni yumurtayım, yumurtamım arada qalır. Belə gecikdirə bilir. Yoxsa normalda məsələn o qırt yatan hündüşkamıza da eyni yem vermişəm. O hündüşkamıza da eyni yem vermişəm. Niyə o məsələn aprelin axırı yumurtayıb qırt yatarkən bunlar hələ də yumurtaya düşmüyor. O mən temperaturdan, havadan görürəm bunun səbəbini. Gedək uşaqlar, sizə bir dənə ət cücələrimizi də göstərim. Onlar haqqında deyəcəklərim var. Çünki onlardan da biri ölən var. Dostlar, bunlar da Rosçu 8 cücələrimiz. Bunlara başlamadan öncə digər videomu, yəni hündüşkalarla bağlı sonucu dediyimi sonlandıra bilmədim. İndi deyirsiniz ki, bəs Ayxan, hündüşkaların da eyni ortamda qalırlar, eyni hava temperaturunda qalırlar. Biri qırtlayıb, bəs niyə o birilər yatmayıb? Hava temperaturu və yaxud ki, soyuq isti elədi ki, uşaqlar, heyvanın birinə çox təsir eləyərkən birinə təsir eləməyə bilər. Yəni biri heyvanın üşüyərkən biri üşüməyə bilər. Ona görə də havanın temperaturu heyvandan heyvana dəyişir. Yəni mən səbəb indi bunu olaraq görürəm ki, yəni havanın temperaturuna görə məsəl üçün biri yumurtadır, biri hələ yumurtamayıb, o cür düşünürəm. Yəni birinə çox təsir edirkən birinə təsir eləməyə bilər. Temperatur o heyvanın özündən asılıdır, ayrı-ayrısından asılıdır.
Belə bu ətli cücələrimizin də uşaqlar bir dənəsi dünənləri çox heyif ki öldü. İçinin iri xoruzlarından, yəni o xoruzların birinin tayı 3 kilo idi. Elə bir gün qabaq çəkmişdim çəksin. 3 kilo 100 neçə qram idi. Onlardan biri öldü. Çox təəssüf ki. Onun da səbəbini açıqlayım. Niyə öldüyünün də səbəbini açıqlayım. Biz orada həyətdə brız bastırmaq üçün, yəni dirək bastırmaq üçün bir yer qazmışdıq. Çünki bu dama işığı artıq normal iri xəttlə çəkmək istəyirik, yaxşı xəttlə çəkmək istəyirik ki, qışda bunların yerinə isti sistemləri zətdə qoşanda toklar gücə düşməsin. Toklarımız köhnədir və zəifdir. Ona görə ora brız dirək üçün də, yəni brız deyirik biz. Dirək üçün bir yer qazmışdıq ki, oradan dirək bastırıb normal yuxarı ilə normal düzgün xətt çəkərik də. İndi yaxın günlərdə bir ay 2 aya onu çəkmək niyyətindəyik. O dirək üçün qazdığımız yerə bir metrə yarım filan dərinliyindədir də. Yağış da yağanda ora çoxlu su yığılıb. Təəssüf olsun ki, bunları da çölə buraxanda ora gedəcəklərini düşünməmişəm. Ümumiyyətlə o tərəfə keçmirdilər. O biri necə olubsa xoruzun biri, iri xoruzlardan biri gedib düşüb ora, suda boğulub, ölüb. Yəni o qədər heyfsləndim, inanın ki. Əslində videonu dünən çəkəcəkdim sizlərə. O xoruzun ölməyinə o qədər heyfsləndim ki, video falan da çəkmək istəmədim heç. Çünki bu yaşa qədər çatdırmışıq. Bir də ki, balacalıqdan bu yana ikisi zaten ölmüşdü. Bir də üçüncü oldu. 3 dənə ölüb, üçü də içinin ən iri xoruzlarından ölüb. Yəni üçü də xoruzlardan ölüb. Bilirsiniz ki, bu Ross 8-lərdə xoruzlar daha çox ət verir də, yəni daha iri olurlar. Fərələr xoruzlara nisbətən daha az ət verir, daha balaca olurlar. Ona görə o bu yaşa qədər, yəni bu qədər də yedizdirmişəm. Hardasa heç yeməyibsə biri 4-5 manatlıq məndən yem yeyib də. Bura qədər də böyüdüb ölməyi biraz pis təsir edir. Heyvanın da boğulub ölməyi, öz səhlənkarlığından ölməyi yenə pis təsir edir. Yenə də cana gələcəyinə mala gəlsin deyə bir söz var, amma bunlar da bir candır. Heyfim gəlir yəni öləndə. İndi qismət də beləymiş, belə lazım imiş. Onlardan da biri öldü. Birində dünənləri kəsmişik. İndi hal-hazırda cəmi 11 ədəd cücəmiz qalıb. Birində dünənləri kəsdik. Onun da diri çəkisi 3 kilo idi. Kəsdik artıq. Onun çəkisi 3 kilo 400 falandı. Bunun da çəkisi deyəsən 3 kilo 300 falandı. Yəni belədirlər də 3 kilo 400, 3 kilo 500, 3 kilo 300. Yəni belə. Fərələr təbii ki biraz daha balacadır. İndi ən böyüklər 1, 2, 3, 4 dənə xoruzumuz qalıb içində cəmi. 4 dənə xoruzumuzda, hə, 5 dənə xoruzdur. Belə. Bunların da son vəziyyətləri budur uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Küləyin səsinə görə indidən üzr istəyirəm. Bacardığım qədər normal video çəkməyə çalışdım sizlərə, amma biraz həm yorğun idim, həm biraz keyfim yox idi. Külək də bir tərəfdən adamı təmiz belə dəli eləyir. Qısacası bacardığım qədər normal video çəkməyə çalışdım sizlərə. Növbəti videolarımızda qəşəng videolar gəlir. Hazırlaşın indidən.